Əmir əl-Müminin Əli əleyhissalamdan nəql olunur ki, bir gün bir kişi Həzrəti Rəsulullahın yanına gəldi və Həzrəti Rəsulullahdan istədi ki, ya Rəsulallah, mənə elə bir əməl öyrət ki, yuhibbəni Allah, Allah məni sevsin. Peyğəmbər buyurur, əgər istəyirsən Allah səni sevə, gərək Allahdan qorxasan və Allahdan çəkinəsən, Allahın təqvasını əldə eləyəsən. Allahdan qorxmaq təbii ki, Allahın zalim olmağı anlamına gəlmir. Allahdan qorxmaq bu anlama gəlir ki, Allahın vacibatına əməl eləyəsən və Allahın çəkindirdiyi haramlardan çəkinəsən. Deyir, bunun müqabilində Allah da səni sevəcəkdir.